Salam əziz şagirdlər, mən bugün Çin yayımlarının yenə səhifə 7-nin izahını verəcəm. Test 2 səhifə 7-nin. Səhifə 7-də ilk sual belədir. Modeldə verilmiş ədədi aşağıdakilərdən hansı olduğunu istəyir. Biz artıq bura gördüyümüz kimi bir dənə minlik var, 1 yazırıq. 2 dənə yüzlük var, 2 yazırıq. 5 dənə 5 onluğumuz var, 5 də təhliyimiz var. Buna görə olur 1255. Biz də baxırıq ki 1255 B variantındadır. İkinci sualda bənövşə rəngdə olan mərtəbə istəyir, mərtəbəni bizdən istəyir. Biz də baxırıq, sayırıq aşağıdan yuxarı düzülmüşdür. Təklik, onluq, yüzlük, minlik, bənövşə rəngdə 10 minlik olur. Demək, A variantıdır doğru cavabımız. Üçüncü sualda baxırıq, 5 ədədinin onluqlar mərtəbəsinin vahidlərinin sayı hansı modeldə uyğundur? Əziz şagirdlər, mərtəbə vahidi, mərtəbə qiyməti, mərtəbə sayı, bəzi şagirdlər burada çətinlik çəkirlər. Mərtəbə qiyməti dedikdə oxunuşda adlandırdığımız ədəd, yəni burada mərtəbə qiymətini istəsəydi biz 5-i yazardıq, sağına isə bir rəqəm olduğu üçün, yəni 0 əlavə edərdik, olardı 50. Bizdən isə mərtəbə qiymətini deyil, mərtəbə vahidinin sayını istəyir. Bəs mərtəbə vahidi desəydi yazardıq 10, çünki burada 5 onluğun yerində dayandığı üçün 10 yazardıq. Ancaq bizdən mərtəbə vahidinin sayı dedikdə orada dayanan hansı rəqəm istənilən mərtəbəsindən asılı olmayaraq hansı rəqəm dayanıbsa onu seçirik. Baxırıq ki, orada da 5 rəqəm dayanmışdır və biz də 5 ədədini seçirik. Bizdən çünki mərtəbə vahidinin sayını istəyir. Dördüncü sualda 50.060 ədədinin açıq şəkildə yazılışını istəyir. Bunun ən asan yolu odur ki, ilk rəqəmi yazırıq. Sağında neçə dənə, yəni 10 minlik mərtəbəsində 5 idi. Mərtəbə vahidinin sayı yazdıq. Sağ tərəfində isə baxırıq ki, 4 dənə rəqəm var və biz də ora 4, 0 əlavə edirik. Üstə gəlirik, baxırıq yüzlük mərtəbəsi, minlik mərtəbəsi boşdur, 0-la ifadə olunub. Biz də burada bir dənə 6 var. 6-nı yazırıq. 6-nın sağında bir rəqəm olduğu üçün ora 0 əlavə edirik. Yəni 60 olur. 5 öz toplayan bu ədəddə bizə veribdir 50.060. Bu da A variantında qeyd olunmuşdur. İndi isə 5-ci testin izahına baxaq. Hansı variantda verilmiş ədədin oxunuşu doğrudur? Biz baxırıq, burada yenə sağdan sola 3 rəqəm ayırırıq və nöqtə qoyuruq. Nöqtəyə çatanda 1000 sözünü deyərək rahat oxuya bilərik. 30.005, 30.005. Bu A variantı doğrudur. Yenə digər variantlarımıza baxaq. 80.090, burada 8.000 yazdığı üçün B variantı çıxır. 60.500, 65.000 yazdığı üçün C variantı çıxır. 10.206, 102.000 yazdığı üçün D variantı çıxır. İndi isə 6-cı suala baxaq. Verilmiş ədəd hansı variantda doğru göstərilib? 19, 10 minlik, 9 yüzlüyümüz var. Tez yazırıq 19. Bilirik ki 10 minlikdə 4 0 olur. 4 0 da əlavə edirik. Əlavə elədik. Yəni bu ədəd alındı. İndi bunun üzərinə 9 yüzlük gəlirik. Yenə yüzlüyü öz yerindən yazırıq. Burada toplama işarəsi qoyuruq. Yazırıq. Bu da eləyir 190.900. Biz də baxırıq ki, topladığımızda bu ədəd belə bir ədəd alınır. 190.900 ədədi alınacaqdır. Bu da baxırıq ki, bizə A variantında düzgün verilmişdir. A variantında düzgün verilmişdir. Bəli, keçirik 7-ci sualımıza. Hansı hərf uyğun rəqəmlər mərtəbə qiyməti 40.000-dir. Biz baxırıq indi 40.000 mərtəbə vahidinə. Burada A-ya baxırıq, A təhliyin, B onluq, C yüzlük, D isə bizə verir minlik, M yazırıq.
E isə 10 mı verir bizə 10 minlik edir. Demək burada doğru cavab E variantıdır. 8-ci suala keçirik. 8-ci sualda belədir. 688.000 rahat oxuya bilmək üçün nöqtə qoyuruq. 88.718 ədədinin təkrarlanan rəqəmlərin mərtəbə qiymətlərinin cəmini istəyir bizdən. Təkrarlanan ədədlər dedikdə biz biraz burada təkrarlanan ədədlər dedikdə üzərinə 8-i yazırıq. Durduğu mərtəbə yerinə görə 8-i yazırıq. Bölündə 8-i. Biz görürük ki, burada 8 rəqəmi təkrarlanıb. 8-in sağında baxırıq. 7 və 1. 7 və 1-in yerinə 0 atırıq və 8-in özünə əlavə edirik. Bu da oldu bizim təkrarlanan ədədlərin mərtəbə qiymətlərinin cəmi. Biz də baxırıq ki, 88.008 C variantında verilmişdir. Mənzilin deyir satış qiyməti bu ədədlər rəqəmlərdən düzəlmiş ən böyük tək ədəddir. Burada bizim ən böyük ipucumuz tək olmağıdır. Mənzilin qiymətini isə manatdır. Buradakı ədədlərdən istifadə edirik. Əlbəttə biz baxırıq, burada tək ədəd 7, 5, 3-dür. Biz ən böyük dediyi üçün 3-ü ən axıra saxlayacağıq. 7, 5, 4, 2 və tək ədəd dediyi üçün 3-ü yazdıq. Ancaq bizdən tək deməsəydi, ən böyük desəydi 2 ilə 3-ün yerini dəyişərdik. Bu da eləyir 75.423. 75.423 ədədi isə bizə verir D variantını. İndi isə burada yəni 8-ci səhifədə daha doğrusu izahını gələn dərsimizdə izah etməyə çalışacağam. Onlayn və yəni qruplarımıza daxil olmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, gələn dərslərimizdə, izahlarımızda görüşərik. Əgər sizin üçün maraqlı və faydalı oldusa, abunə olub like etməyi unutmayın.